Herkese selamlar dostlar. Ben İsmailova Kəmalə. Kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle beraber dövme şeker buranın reseptini paylaşacağım. Ama videoya geçməmişdən əvvəl kanalımıza abunə olub, like atıp yorum yazmağı unutmayaq. Deməli, qabımızın içərisində 1 kilogram un və 400 qram yağ mövcuddur. Yağımız nə qədər açıq rəngdə olarsa, o qədər yaxşı olar və bu şəkildə unla yağı iç-içə keçirdirik. Onları bir-birlərinə yedizdiririk. Deməli, bir müddət keçdi və yağla un bir-birlərinə qarışdı. Burada 3 yumurtamız var. 2 yumurtanın sarısı, 1 yumurtanı bütöv istifadə elədik. 1 armudu stəkanı xama 200 qram 25% xamadan istifadə olundu. Deməli, yumurta ilə xamanı tam qarışdırıb kənarda gözləməyə qoyursunuz. Deməli, drojdakı 1 çay qaşığının ucunda droj, 1 çay qaşığı şəkər tozu və 3 çay qaşığı da su əlavə edib qarışdırıb bunu da kənarda gözləməyə qoyursunuz. Sonra isə deməli hazırladığımız həm xamanı, həm də hazırladığımız droju içərisinə əlavə edirik. Etdikdən sonra isə 1 paket vanil istifadə olunur. Biz 1 çay qaşığı vanil istifadə etdik. Siz 1 paket də vanildən istifadə edə bilirsiniz. Sonra bunu tam bir xamur halına gələnə qədər əlimizlə yoğururuq. Deməli, artıq xamurumuz tam kıvamındadır. Xamurumuzun üzərinə sarıfan örtüb 10-15 dəqiqə gözləməyə qoyursunuz. Gözlədikdən sonra isə deməli, xamurları kündələr halına gətirdik. Bu kündələrin hamısının eyni boyda olması üçün, hamısı standart çıxsın deyə tərəzidən istifadə elədik. Əlimizdən gəldiyi qədər hər birini 45 qram etdik. Təbii ki, bu istəyə özəldir. Siz 46 da edə bilərsiniz, 44 da edə bilərsiniz. Bu istəyə bağlı olaraq dəyişə bilər. Biz uyğun qramın 45 olduğunu düşündük və 45 qram da etdik. Kündələrin hər birini 45 qram etdikdən sonra bu şəkildə əlimizlə yumru edib kənarda onları gözləməyə qoyuruq. Hazırladığımız yumru kündələri 1-2 dəqiqəliyə soyuducuya qoyuruq. Soyuducudan çıxartdıqdan sonra çox nazik olmayacaq dərəcəsində bu şəkildə yayırıq. Hardasa hazır olan 10 dənə kündələr bu şəkildə sarıfanlar 1-2 dəqiqəliyə sarıfanda gözləməyə qoyuruq. Qonaqlara çay verəcəkdim. Dedim sizlər üçün maraqlı kadrlar olsun deyə bu hissələri də çəkdim və paylaşdım. Deməli, 3 çay qaşığı çay əlavə elədim. Qəfədanı qaynaması üçün ocağın üzərinə qoymuşam. Qaynadıqdan sonra suyumuz hələ qaynamadığı üçün hələlik gəlin keçək şəkər buranın hazırlanmasına. Deməli, mən iç harcını çəkmişdim əslində. Bu kadrlar silindiyi üçün sizlərə bu şəkildə deyim ki, 500 qram ağardılmış fındıq və 400 qram şəkər və 1 çay qaşığı hildən istifadə edilib iç harcında. Bu şəkildə su ilə bərabər içinə doldurduqdan sonra ağzını bu şəkildə sıxı-sıxı bağlayırıq ki, bu açılmasın bişərkən. Bu şəkildə əlimizlə sıxı-sıxı edib kənara qoyuruq. Üzərinə də sarıfanla örtürük. Bəzəmək üçün gözləyir. Kənarda gözləyən şəkər buraları bu şəkildə götürüb kənarlarını bükürük. Kənarları nə qədər sıxı-sıxı olarsa və yaxud da nə qədər xırda-xırda götürərsəniz, nə qədər incə olarsa o qədər qəşəng görsənər. Deməli, şəkər buranın kənarlarını bükdükdən sonra biz bu şəkildə üzərinə naxış vurduq. İstənilən naxışı təbii ki, şəkər buranın üzərinə vura bilərsiniz. Lakin biz bu naxışdan istifadə elədik. Bu naxışdan istifadə edəcəksiniz əgər, nə qədər yaxın və yaxud da nə qədər incə olarsa, o qədər qəşəng görsənir, o qədər zərif görsənir. Burada da təbii ki, olduğu kimi. Suyumuz artıq qaynadı. Deməli, çayımızı hazırlaya bilərik. Ocağımızın altını söndürürük
və qəhvədanın ortasına gələcək qədər su əlavə edirik və 5-10 dəqiqə gözləyirik. 5-10 dəqiqədən sonra isə, yəni çayımız dəmləndikdən sonra isə çayı stəkanlara əlavə edib çayımızı servis edirik. Deməli, şəkərburanın bir daha üzərinə vurulan naxışları sizlər üçün göstərirəm ki, həm öyrənmək istəyənlər üçün, həm də maraqlı kadrlar olsun deyini bir daha şəkərburanın üzərinə vurulan naxışları sizlərə göstərirəm. Burada isə fərqli bir naxış üsulundan istifadə edirəm ki, həm sizlərə də göstərdim ki, yəni eyni naxışdan istifadə etməyə bilərsiniz, siz güldən də istifadə edə bilərsiniz, bizim etdiyimiz kimi bu şəkildə də edə bilərsiniz. Yəni isteğə bağlı olaraq şəkərburaya naxışlar verə bilərsiniz. Şəkərburalar 180 dərəcədə alt-üst bir şəkildə pişməlidir. Biz peçin isinməyə qoymuşuq. Deməli, bu hissəsinə diqqət yetirmək lazımdır ki, şəkərburalar çox şişməsin deyini. Bu şəkildə ona iynə ilə deşdikləmək lazımdır. Kənarlarını çox deşdikləmək, ortalarını isə 2-3 dəfə deşdikləyib sobanın içərisinə qoymaq lazımdır. Deməli, şəkərburalarımız artıq pişdi. Altı çox qızarmayıb, normal qəşəng bir şəkildə qızarıb, üstü çox qızarmamalıdır. Bir müddət keçdi və artıq şəkərburaların hamısı tam bir şəkildə hazırdır. Kanalımıza abunə olub, like atıb, yorum yazaraq bizə dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.